Salam, hər vaxtınız xeyirli olsun, dəyərli qrup üzvlərimiz, hörmətli şairlər, şairələr və bizimlə həmkarlıq edən hər kəs bu məclisə xoş gəlib. Əziz dostlar, bugün bizim əziz şairimiz Nizami Kolanlı'nın 9-cu kitabının, Qisas Yuvasına Sürgün adlı kitabının təqdimat mərasimidir. Biz xeyir işlərimizdə həmişə şəhidlərimizi öncə yad eləmişik. Bizə qələbə sevinci yaşadan və torpaqlarımızın azadlığı sevincini, fərəhini bizə nəsib eləyən, qismət eləyən şəhidlərimizi bir anlıq yad eləyək. Biz burada qazilərimizə söz verdik, onlar bizim baş tacımızdır. Burada bizim şəhid bacımız var. Şəhid qardaşımızın bacısı var. Arzu xanım var. Mənim çox sevdiyim xanım. Xanımlığına, özünə hörmət elədiyim xanım. İllərdir tanıdığım, hər zaman mənim üzümdə, onunla danışanda özümdə təbəssüm olan bir xanımdır. Bu xanım çox həddidən artıq ictimaiyyətçi, şəhidlərimizlə işləyən bir xanımdır. Şəhid ailələrini daim yoxlayan, onların qayğısına qalan, qazilərimizlə birlikdə addımlayan bu xanım demək olar ki, həyatını şəhid ailələrini yoxlamaqla, onların qayğısına qalmaqla keçirir. Bu gün mən sevinirəm ki, bizim aramızda Arzu xanım kimi şəhid bacıları var və biz onların qarşısında baş əyirik. Gözəl bacım, indi söz sizindir Arzu xanım. Buyurun. Əziz yazarlarımız, hər birinizi xoş gördük. Mənə çox xoşdur ki, sizlərlə bugün bir yerdəyəm və məni bu məclisə dəvət edən Nizami müəllimə və eləcə də Zərifə xanıma öz dərin təşəkkürümü bildirirəm. Yazarlarımız əlbəttə ki, bizim torpaqlarımızın bəlkə də geri qayıtmasında çox əziyyətləri oldu. Yəni onların vətənpərvər ruhda yazıları bizim gənclərimizə ruhlandırdı və bizim inkişaf dairəmizdə oldu. Buna görə də hər birinizə öz dərin təşəkkürümü bildirirəm. Nizami müəllimi təbrik edirəm bugün. Yeni kitabı artıq çapdan çıxıb. Nizami müəllimi əlbəttə ki, biz ictimai fəaliyyətindən tanıyırıq. Təkcə yazıcı kimi yox, şair kimi yox, həm də ictimaiyyətçi kimi öz fəaliyyətini davam elətdirir. Buna görə də biz ona dərin təşəkkürümüzü bildiririk və Nizami müəllim doğrudan da öz sözünü demiş
yazarlardan biridir. Həm tarixi, həm də sevgi dolu, vətənpərvər dolu yazıları ilə hər kəsi sevindirib. Demək olar ki, Nizami müəllimin şeirlərini, kitablarını ümumiyyətlə oxuyanlar bir də ona istinad etmək istəyir, bir də oxumaq istəyir. Yəni artıq həyatın bütün keçməkkeşlərindən keçmiş şeirlərdir onun yazıları. Təbrik edirik Nizami müəllim sizə. Öz adımdan hər birinizə təşəkkür edirik və sizi təbrik edirik həm öz adımdan, həm də İnkişafa Dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin bütün üzvləri adından. Allah sizə ömür versin, can sağlığı versin və yazarlarınız daha çox olsun. Amin. Çırağının işığına yığılmışıq. Doğrudan da Nizami müəllim elə bir yazıcı, elə bir şairdir ki, onu sevməyən yoxdur. Belə ki, onun yazdıqlarını oxuduqca oxucular o kitabları bir də oxumaq istəyir və tələb edirlər. Nizami müəllimin ən çox xoşuma gələn nə idi? Tarixi əsərləri. Bilirik ki, yazıcılar, yazarlar da bilir ki, tarixi əsərləri yazmaq doğrudan da çətindir. Yəni, dəqiq detallara istinad eləyir. Bunları araşdırmaq çətindir. Bütün tarixləri oxuyub, onu mütaliə etmək çətindir. Nizami müəllim məhz belə bir yazıcılardandır ki, elə bir tarixi əsərlərə münasibətini bildirib, yazıb, yaradıb. Buna görə də Nizami müəllim sizə minnətdarıq və çox sağ olun belə əsərlər yaratdığınız üçün. Şeirləriniz də yenə də çox gözəl, elmi deyərdim ki, şeirləri var. Sevilir, təbrik edirik, can sağlığı arzu edirik və arzu edirik ki, axarlı olsun belə şeirləriniz, əsərləriniz. Buna görə də biz də sizə çox minnətdarıq. Qarabağın igid oğullarından birisiz. Çok sağ olun.